12 noyabr Konstitusiya günü həsr olunan stolüstü tennis turniri sona çatıb. Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Respublikamızın müxtəlif bölgələrinə yeniyetmələr bacarıqlarını nümayiş etdiriblər. 12 noyabr Konstitusiya günü həsr olunan turnirdə Bakının Qaradağ rayonunun Uşaq Gənclər İdman Məktəbinin, Lokomotiv İdman Salonu Mərkəzinin, Bakı Tenis Məktəbinin, Neftçi İdman Klubu İctimai Birliyinin idmançılar yanaşı, Sumqayıt, Şəki, Şirvan, Şabran və Salyandan 2003-cü il təvəllüdlü və daha az yaşlı oğlan və qızlar iştirak ediblər. Yarışların bağlanış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov turnirin əhəmiyyətini yüksək qiymətləndirərək bu cür yarışların yeniyetmə və gənclərdə bu idman növünə marağın artmasına, onların asılı vaxtlarının səmərəli təşkilinə imkan yarattığını bildirib. Son illər ölkəmizdə digər idman növləri yanaşı stolüstü tenisin inkişafı üçün mühüm işlərin həyata keçirdiyini deyən federasiya rəsmisi idmançılarımızın beynəlxalq arenalarda uğurlu nəticələr qazandıqlarını qeyd edib. Çıxışlar başa çatdıqdan sonra turnirdə fərqlənən idmançılara mükafatlandırılma mərasimi keçirilib. Qızların yarışına Neftçi İdman Klubunun üzvü Nigar Əhmədova 1-ci, Qaradağ Uşaq Gənclər İdman Məktəbinin üzvü Aytac Qasımova 2-ci, Neftçi İdman Klubunun digər nümayəndəsi Zemfirə Mikayılova isə 3-cü yeri tutub. Oğlanların turnirində Bakı Tenis Məktəbinin yetirməsi Kənan Pənahov baş mükafata sahib olub. 2-ci yerə Lokomotiv İdman Sağlamlıq Mərkəzinin üzvü Fəxri Abdullayev, 3-cü yerə isə Neftçi İdman Klubunun nümayəndəsi Rəşad Tahirov layiq görülüblər. Qeyd edək ki, şəxsi formatda və beynəlxalq stolüstü tenis qaydalarına uyğun təşkil olunan turnirdə fərqlənən idmançılara diplom və hədiyyələr təqdim olunub.